Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində yollarda təhlükəsiz hərəkətlə bağlı çağırış edib. Müraciətdə bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağı nəzərə alınaraq bütün hərəkət iştirakçıları daha diqqətli və məsuliyyətli olmağa çağırılır. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Nərgiz Əlizadə bununla bağlı TNS TV-yə açıqlama verib. İndi həmin açıqlamanı izləyək. Novruz bayramı xalqımızın milli mənəvi dəyərlərini, birlik və həmrəyliyini təcəssüm etdirən ən əziz bayramlarımızdan biridir. Bu günlərdə yollar canlanır, ailə səfərləri, bayram ziyarətləri və doğmalarla görüşlər səbəbindən yollarda hərəkətin intensivliyi artır. Nəzərə alınmalıdır ki, yol hərəkəti zamanı verilən hər bir qərar həm sürücülərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə birbaşa təsir göstərir. Bayram günlərində səfərə çıxan sürücülərdən xahiş olunur ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlasınlar. İstirahət rejiminə düzgün əməl etsinlər. Yorğun və yuxusuz halda sükan arxasına əyləşməsinlər. Hərəkət zamanı hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər. Təhlükəsiz ara məsafəsini qorusunlar və piyada keçidlərinə yaxınlaşarkən daha diqqətli olsunlar. Piyadalara isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçmələri və hərəkətdə olan nəqliyyat vasitələrinə qarşı diqqətli olmaları tövsiyə edilir. Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına riayət etməyə çağırır. Qoy bu bahar yollarımızda diqqət, sükan arxasında məsuliyyət, addımlarımızda ehtiyat olsun. Novruz bayramınız mübarək.